Müqəddəs kitablarda oxuyuruq və Tanrı İbrahimi sınağa çəkdi və ona dedi ki, İbrahim hardasan? İbrahim cavab verdi, buradayam. Mənim xitabım sənədir, səninlə belə hadisə olmuşdumu? Uzaqlardan taleyin ağır yükünün yaxınlaşdığını görəndə dağlara məni gizlədin, qayalara isə məni örtün deməmişdinmi? Və yaxud əgər daha güclü olsaydın, ayaqların yol boyunca ləngiməyəcəkdimi və geriyə, köhnə izlərinə doğru can atmayacaqdımı? Çağırılanda cavab verib vermədiyini və yaxud sadəcə yavaşca pıçıldadığını da de. Ancaq İbrahim belə cavab verməmişdi. O sevinclə, cəsarətlə, inamla buradayam dedi. Oxumağa davam edirik. Və İbrahim səhər tezdən durdu. O bir mərasimə gedirmişcəsinə tələsirdi və artıq sübh çağı müəyyən olunmuş yerdə Moria dağında idi. O nə Saraya, nə də Elizara bir şey dedi. Həqiqətən də axı onu kim başa düşə bilərdi? Və bu imtahan öz mahiyyətində ona sükut orucu tutturmamışdımı? O odunları yardı, İshakı bağladı, od qaladı, bıçağı çəkdi. Sözlər öz qəlibində işlənsə də sərbəst ifadədir. Yaradılış 22.3 və 22.9. Ey dinləyicim, bir çox ata inanırdı ki, dünyada ən dəyərli varlığın itkisi, gələcəklə əlaqədar bütün ümidlərin itkisi övlad itkisidir. Ancaq yenə də heç bir oğul İshakın İbrahim üçün ifadə etdiyi kimi vəd olunmuş uşaq deyildi. Öz övladını itirən bir çox ata olub. Ancaq bununla belə bu dəyişilməz və ağlasığmaz olan qüdrətli Tanrının iradəsi idi. Uşağı alan onun əli idi. İbrahim üçün bu belə deyildi. Onun üçün daha ağır imtahan hazırlanmışdı və İshakın aqibəti bıçaqla birgə İbrahimin əlinə verilmişdi. Və qoca özünün yeganə ümidi ilə orada dayanmışdı. Ancaq o heç şübhə duymadı. Təlaşla sağa sola göz gəzdirmədi. Dualarında səmaya meydan oxumadı. Onu sınağa çəkənin hər şeyə qadir olan Tanrının özü olduğunu bilirdi. Bunun ondan tələb edilə biləcək ən ağır qurban olduğunu bilirdi. Ancaq o Tanrının iradəsində heç bir qurbanın mümkünsüz ağırlıqda olmadığını da bilirdi və o bıçağı çəkdi. İbrahimin qoluna güc verən, onun sağ əlini havada saxlayan və beləcə çarəsizliklə yerə düşməsinə imkan verməyən kim idi? Bunu görən hər kəs o andaca iflic olardı. İbrahimin ruhuna qüvvət verən, beləcə gözlərinin nə İshakı, nə də qoçu görə biləcək dərəcədə dumanlanmasının qarşısını alan kim idi? Bunu görən kəs o andaca kör olardı və hələ də eyni zamanda həm iflic, həm də kör olanlara kifayət qədər az rast gəlinsə də, orada baş verənləri haqqı ilə izah etməyi bilənlərə daha da az rast gəlinir. Biz axı bunun sadəcə bir imtahan olduğunu bilirik. Əgər İbrahim Moria dağında dayanarkən şübhələnsəydi, əgər o qərarsızlıqla ətrafa göz gəzdirsəydi, əgər bıçağı çəkməmişdən əvvəl təsadüfən qoçu görsəydi və Tanrı qoçu İshakın əvəzinə təqdim etməsinə icazə versəydi, onda evinə gedə bilərdi. Hər şey əvvəlki kimi ola bilərdi. Saraya sahib ola bilərdi, İshakı əlində saxlaya bilərdi və bununla belə hər şey necə də dəyişilərdi. Zira onun evə dönüşü qaçış, onun xilası qəza, onun mükafatı şərəfsizlik, onun gələcəyi isə bəlkə də lənətlənmə olacaqdı. Bu halda o, öz imanına və Tanrının mərhəmətinə yox, Moria dağına səyahətinin necə qorxunc olduğuna şahidlik edəcəkdi. Və onda İbrahim də bu dağ kimi unudulmayacaqdı. Lakin bu halda o, Nuhun gəmisinin dayandığı ağrı dağı kimi yox, vahiməli bir yer kimi xatırlanacaqdı. Çünki İbrahim məhz burada şübhələnmişdi. Hörmətli İbrahim atamız, sən evindən Moria dağına gedəndə itkilərində sənə təsəlli verəcək heç bir mətiyyəyə ehtiyac duymadın. Belə ki, həqiqətən də sən hər şeyi qazandın və İshakı əlində saxladın. Məgər bu belə deyildimi? Tanrı bir daha İshakı səndən əsla almadı. Çadırında süfrəyə onunla birgə xoşbəxtlik içində oturdun və orada da sən bütün əbədiyyətin fövqündə qaldın. Hörmətli İbrahim atamız, o günlərdən bəri 1000 illər keçdi, ancaq sənin xatirəni huşsuzluğun cazibəsindən qoparmağa qadir olan gecikmiş sevgiliyə ehtiyac qalmadı. Belə ki, indi hər bir dil sənin xatirəni mət edir və sən hələ də sevgilini hər kəsdən daha gözəl mükafatlandırırsan.
Bundan sonra sən ona öz qoynunda xeyir-dua verirsən. Sən öz əməlinin möcüzəsi ilə onun nəzərlərini və qəlbini burada və indi əsir edirsən. Hörmətli İbrahim atamız, insan nəslinin ikinci atası Tanrı ilə mübarizə etmək əvəzinə qəzəbli elementləri və ya yaradılış gücləri ilə dəhşətli mübarizəyə etinasızlıq göstərən o böyük ehtirası ilk görən və şahidlik edən sənsən. Bu ali ehtirası, bütpərəstlərin heyran qaldığı ilahi divanəliyin müqəddəs, saf və sadə ifadəsini ilk idrak edən sənsən. İlahi divanəlik, Platon, Phaedrus əsərində divanəlik, fabia və ya ilahi ilham kimi ifadə olunur. Əgər səni mət etməyə çalışan kəs bunu lazımınca etmirsə, onu bağışla. O qəlbinin arzusunu görərək təmkinlə danışdı. Kifayət qədər qısa danışdı. Ancaq qocalığındakı oğluna qovuşmaq üçün hər cür mümkün intizarına rəğmən 100 ilə ehtiyac duyduğunu və İshakı əlində saxlaya bilmək üçün bıçaq çəkməli olduğunu, bütün 130 il ərzində imandan daha irəli getmədiyini əsla unutmayacaq. Bütün bu ifadələr Kierkegaard'un Hegel'lə gizli polemikasını göstərir. Eyni zamanda bu polemika bir neçə Danimarkalı Hegelçilərlə də aparılıb, xüsusilə Martinsonla. Onlar Descartes'in fəlsəfi şübhə prinsipinə istinad edərək imandan daha irəliyə gedə bildiklərini iddia edirdilər.